2026-cı il Abituriyent jurnalında 11-ci siniflər üçün çıxan testlərin izahı. Deməli, birinci sualda had better would rather verib. Had better would rather'dan sonra boş feil işlənməlidir. Yəni, heç nəsiz. Birincidə take doğrudur. İkincidə would rather'dan sonra to gələ bilməz, səhvdir. Üçüncüdə had better'dan sonra ing-li feil gəlib, səhvdir. Dörddə isə would rather'dan sonra sadə feil məstər formada istəyə gəlib, düzdür. Doğru cavab 1, 4. C variantı. Decide özündən sonra to-lu feil istəyir. Enjoy isə ing-li feil istəyir. Və burada and olduğuna görə enjoy-dan sonra hər ikisini ing-li götürməliyik. Deməli, D bəndə. 3-də completing the sentence-dir. Tell me, düzdür. Said me yox, said to me olmalıdır. Said-lə obyekt şəxsin arasında, obyekt alın arasında bir to işlənməlidir. To me olmalıydı, səhvdir. İkincidə ask me how did I restore. Sual cümlə nəqli formada olmalıdır. Sual formasında ola bilməz. Yəni burada did səhvdir. Gərək I stored olardı. How I stored. Digərləri isə doğrudur. Tell me-dən sonra cümlə təsdiq formada. Told us yenə cümlə təsdiq formada. Want to know-dan sonra yenə cümlə təsdiq formada. 1, 4, 5-ci. Burada for var, burada yet var. Deməli, hər iki tərəfin bitmiş zamanı olmalıdır. A-da sadə zaman, Y-də sadə zaman, C-də sadə zaman. İkinci tərəfim də inkar olduğuna görə Y-də sadə zaman. İkinci tərəfim də inkar olduğuna görə doğru cavabım B olacaq. A, yox, D-də də hadn't had var. Demək, indi tərcümə eləməliyik. 2 gündür ki, sənin mesajını almışam, amma hələ oxumamışam. Yəni, indiyə bağlıdır ki, yəni hələ də oxumamışam. Ona görə doğru cavab B variantı. Possessive case, deməli, writer's own life isim gəlib, düzdür. Player's success, success isimdə, düzdür. Not var, səhvdir. 3-də not var, səhvdir. Runner's victory came from his hard work and discipline. Burada runner söz əgər cəmdədirsə, his work deyə bilmərik. Runners cəmdədirsə, gərək zero olardı. Ona görə 4 səhvdir. 5-də president's car. Apostrofdan sonra isim gəlib, düzgün variant. 1, 2, 5, Y. Uzlaşma qaydasıdır. In sözünüdürsə, deməli, indən əvvələ baxacam. Schools sözünə baxıram. Schools cəm olduğuna görə feilim də cəm olmalıdır. Takes, tək. Has, tək. Digərləri düzdür. 2, 3, 5, 6. B. I put glue. Glue deməli sayılmır. Çıxan heç nə yoxdur. İkinci tərəfə baxaq. Enough family-dən sonra gəlməli idi. Yəni ki, family enough zərfdən sonra işlənməli idi. İndi isə bizə mənası lazımdır. I put glue on the surface so that the pieces would stick firmly. Üzünə deyir, üzərinə biraz yapışqan qoydum ki, hissələr möhkəm yapışsın. Little deyir ki, heç nə qoymamışam. Müqayisə dərəcəsində heç nə yoxdur. Burada mənası uyğun gəlmir. Çox qoydum, biraz yapışdı. Ona görə A bəndi. Çox qoydum, yaxşı yapışdı. Not taking the opportunity to study abroad when I had the chance. I could have changed, it could have changed my life. Mənim həyatımı dəyişə bilərdi. Şansım olanda xaricdə oxumaq fürsətindən istifadə etmədiyimə görə təəssüflənirəm. Burada mənadır da regret olacaq. B bəndi. 15-də interrogative sentence sual cümləsidir.
Burada həddən sonra strong interest isim varsa, hədd üstəgəl isim olanda biz onun sualına do, does'la, did'lə veririk. Demək birinci səhvdir. Baxıram, ikincidə have'dən sonra strong interest verib, köməkçi feilimi də did götürüb düzgündür. How long olanda bitmiş zaman olmalıdır və köməkçi feilimi də has verib. How long has she had 3də düzdür. Since when olanda bitmiş zaman olmalıdır, amma burada indiki sadə zaman verib, səhvdir. She has had a strong interest in, hasn't she? Köməkçi feilim has'dir, tag question'dır, digər tərəfimdə inkarda olmalıdır deyənə 5 də doğru cavabdır. Deməli 1, 3, 5C. Airport was not far from, but it took an hour to drive the city. Z and Z. C variantı. Burada was var. Deməli, ol'u çıxacam, çünki ol'dan sonra feil cəmdə olmalıdır. Naizəni, ikinci tərəfdə naizəni çıxacam. Birbaşa naizənin yanında gələn isim tək də olmalıdır. Naizə ticket olmalıdır, amma neither of the tickets. İkinə çıxmışam. Burada da tickets cəm olduğuna görə naizə ilə işlənə bilməz. İndi baxaq. 5'də isə neither of'dan sonra feili cəmdə verib təkdə olmalıydı. Səhvdir. Doğru cavab 1, 3'dir. Also, Kate didn't like speed, sürət isimdir. Birinci tərəfimiz sifət olmalıdır. Highly zərfdir. Yenə highly zərfdir. Fastlı yoxdur. Yəni fast sifət kimi də, zərf kimi də fastdır. D bəndində də həm more, həm er ola bilməz. Doğru cavab A. Why didn't the police passive voice deyirsəm, ilk öncə baxıram feilimə look for, indiki zamandır. Deməli tamamlığım the solution of the problem. Köməkçi feilim əmizar olmalıdır. İndiki zamanda yox. Köməkçi feilim burada didn't imiş, keçmiş zaman olmalıdır. Why'dan sonra was və olmalıdır və tamamlığım the solution of the problem. Why wasn't being ola bilməz, səhvdir. Being çünki davam edici də olur. B variantı düzgündür. A variantında polis yox, tamamlığım the solution idi. D variantında why'dan sonra were yoxdur. Y bəndində də yenə why'dan sonra were yoxdur. Düzgün cavab B. She was exhausted. She managed to finish her project before the deadline. Deməli vaxtında bitirməyə nail oldu, yorğun idi, baxmayaraq ki, A bəndi. All of the cooking shows I watched, I'm still bad at cooking. Bütün baxdığım yemək şovlarına baxmayaraq, mən hələ də yaxşı pişirə bilmirəm. Deməli, bizə baxmayaraq lazımdır. Despite of-la işlənmir. Ona görə C variantı olacaq. Burada bizdə isimli birləşmə olduğuna görə in spite of deyirik. 22'də cümlə qurmaq. She is busy enough, but she agrees to join the team meeting. Onun məşğul olmasına baxmayaraq, o deyir, yarışa qatılmağa razılaşdı. C variantı.